Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan Baskal və Laxıç Dövlət Tarix Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil olunub. Məqsəd qış turizm mövsümündən öncə daxili turizm imkanlarını geniş auditoriyaya təqdim etməkdir. Media nümayəndələrinə qoruqlarda turistlər üçün yaradılan şərait, həyata keçirilən layihələr və bərpa işləri barədə məlumat verilib. Baskala səfər edən media mənsubları qəsəbənin qədim görünüşünün bərpası, restavrasiya və konservasiya işləri ilə tanış olublar. Daha sonra Bazar meydanında qədim məscid, tarixi hamam və digər abidələrə baş çəkiblər. Səfər Laxıç Dövlət Tarix Mədəniyyət qoruğunda davam etdirilib. Laxıç qoruğunda hal-hazırda tarixi küçələrdə müəyyən döşəmələrdə və divarlarda işlər aparılır. Eyni zamanda qoruq evi fəaliyyət göstərəcək. Qoruq evinin əsas fəaliyyəti həm turistlərə orada informasiya vermək, eyni zamanda qoruq vətəndaşlarının, yəni Laxıç sakinlərinin müxtəlif fəaliyyətlərini həyata keçirməsi üçün istifadə edə biləcəyi, belə deyək, açıq bir məkana çevriləcək. Belə qərar verilmişdir ki, Laxıçda parkinq ərazisi qurulsun və hal-hazırda həmin bərpa, eyni zamanda inşaat işləri yekunlaşmaq üzrədir.